Möhtəşəm bir evin təqdimatına gəlmişik. 3 sotda inşa olunub, müasir üslubda əla xarici görünüşə sahibdir. Paket Kuçalı dövlət ipotekasına yararlı evdir. Əla qiymətdən təklif olunur, son tamamlanma işləri gedir. Bu ev təmir yekunlaşana qədər artıq satılacaq da indidən sizə çəkib təqdim edirik. Baxın, belə bir xarici görünüşə sahibdir bu hissədə. Besetkası quraşdırılıb. Belə bir həyətyanı sahəsi var. Burada 2 yanaşı evdir. Çox əla qiymətdən təklif olunur. 3 sotda inşa olunmuş evlərdir. Sizlər də evin daxili ilə də tanış eləyəcəm. Möhtəşəm qiymətdən təklif olunur həqiqətən də. Deməli 190 kvadrat metrlik evdir. 850-dən 12 ölçülərində inşa olunmuş bir evdir. Xarici görünüş belədir. Həyətyanı sahəsində göstərəcəm. Dəyərli izləyicilər, təqdimatı yaxınlaşdırıb davam edirik. Baxın, orada besetka düzəldilib. Bütün xətlər hazırdır. Yay mətbəxi üçün də istənilən şərait mövcuddur. Sadəcə alıcı öz istəyinə uyğun olaraq rəftar edə bilər. Evin birinci mərtəbəsi bütünlüklə istipoldur, dəyərli izləyicilər. Deməli, belə bir birinci mərtəbə mövcuddur. Buradan pilləşən quraşdırılacaq. İlk mərtəbə bütünlüklə istipoldur. Görürsünüz, burada qranit işlənir, metlaq işlənir. Burada yerləşir evin mətbəx sahəsi, belə bir mətbəx hissə mövcuddur. Mətbəxin ölçüsü hardasa 20-25 kvadrat metrlik bir nəhəng bir mətbəx mövcuddur burada. Baxın, belə bir mətbəx sahəsi, arxa tərəfinə də keçid qoyulub. Bütün əksi işlərin hər biri tamamlanacaq. Alıcılara təhvil veriləcək. Belə bir hissə mövcuddur. Evin birinci və ikinci mərtəbəsi monolitik betondur. İkinci mərtəbənin yekunundan da beton kəmər atılıb. Bura mətbəx sahəsidir, görürsünüz. İdeal təmir olunacaq. Əgər indi gəlsəz, təmirə aid qalan işlərdə öz zövqünüzə uyğun seçə bilərsiniz. Bura ilk mərtəbənin sanuzeldir. Görürsünüz, hissə də monolikdir. Burada yerləşir ilk mərtəbənin qonaq otağı. Qonaq otağının ölçüsü təxminən 30-35 kvadrat metrlik bir ölçüyə sahibdir. Burada dekorlar işlənəcək, görürsünüz. Baxın, belə bir qonaq otağı hissəsi mövcuddur burada. Geniş vitraj pəncərə quraşdırılıb. Öz həyətyanı sahəsinə baxır. Gəlin ikinci mərtəbəyə, ikinci mərtəbənin proyekti ilə də sizi tanış edeyim. Dəyərli izləyicilər, burada pilləkən quraşdırılacaq, görürsünüz. Buradan eyvana çıxış var. Böyük bir eyvan sahəsi mövcuddur. Ünvan masazır 6 nömrəli məktəbin düz yanında yerləşir. Geniş bir məhəllənin kənarında. Burada isə yerləşir 3 ədəd yataq otağı və sanuzel. Burada böyük bir yataq otağı mövcuddur. Belə bir yataq otağı. Burada növbəti belə bir yataq otağı. Görürsünüz, belə böyük ölçüyə sahib bir yataq otağı. Burada isə növbəti yataq otağı. Son olaraq da sanuzel. Çornopolunu işlənmə qaydasını sizə göstərim. Nə qədər yekunlaşmayıb, baxın. Yeni təzə taxtalardan çornopol işlənib, buradan dama çıxış qoyulub. Tikintiyə dair də heç bir sual yoxdur. Əgər hər kim əmin olmaq istəsə, ustası mütəxəssisini gətirib şahid ola bilər. Daha ətraflı məlumat üçün əlaqə saxlayın. Deməli, evin qiyməti üçün mənimlə əlaqə saxlayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.